Cəmiyyət sədrindən çağırış, övladlarınıza nəzarət edin. Şirvan şəhər Gözlənənlər Cəmiyyətinin sədri, tərbiyəçi pedaqoq Qalib Cahangirov ölkə ictimaiyyətinin diqqətini çəkəcək məsələyə toxunub. Söhbət son dövrlər məktəblər arasında geniş şəkildə yayılan elektron siqaretlərdən gedir. Mövzu ilə bağlı Yeni Şirvanlı info.az saytına müraciət edən pedaqoq bildirib ki, son vaxtlar şəhərimizin küçə və parklarında elektron siqaretdən istifadə edən onlarla məktəbliyə rast gəlinir. Bu məsələ məni çox narahat edir. Çünki söhbət ölkəmizin gələcək qurucuları olan yeniyetmə və gənc vətəndaşların sağlamlığından gedir. Onların sağlamlıqları üçün real təhlükə formalaşır. Artıq həyəcan təbilini çalmağın zamanıdır. Düşünürəm ki, problemin həlli ilə bağlı ictimai qurumlarla yanaşı, məktəb rəhbərləri və valideynlər bir araya gələrək məktəblərin maarifləndirmə və elektron siqaretlərin təhlükəsi ilə bağlı təbliğat aparmalıdırlar. Pedaqoq xüsusi bir faktı da qeyd edir ki, bu hal hətta şagirdlər arasında həmrəylik xarakteri daşımağa başlayıb. Belə ki, şagirdlər bir araya gələrək topladıkları məbləğlə elektron siqaret alır və ondan ictimai formada istifadə edir. Bu da öz növbəsində gigiyenik baxımdan təhlükə xarakteri daşıyır. Hesab edirəm ki, məsələnin kütləviləşməsi yol verilməzdir. Məktəblərdə müəllimlərlə yanaşı psixoloqlar da müəyyən işlər aparmalıdırlar. Sonda ümid edirəm ki, məsələnin həlli ilə bağlı atılacaq addımlar gənc nəslin sağlam olması üçün lazımlı stimul rolunu oynayacaqdır.